Arıqlamaq istəyirsənsə onda bu video sənin üçündür. Demək, götürürsən 2 dənə qanteli, başlayırsan sağ, sol, yanlara, amma elə deyil. Əsas məsələ əlbəttə ki, yenə də qidadadır. Qida işin əsas tərəfidir və bundan əvvəlki videolarda biz danışmışıq ki, kalori defisiti yaratmaq lazımdır, azalmaq lazımdır. Amma burada da bir nüans var. Nüans ondan ibarət ki, çox vaxt arıqlama deyəndə, kalori azaltması deyəndə insanlar zülal məhsullarını yaddan çıxardır, yüklənirlər karbohidrata. Yəni bildiyimiz ət məhsullarını az yeyib, hətta ümumiyyətlə deyim, bəzən yemirlər və keçirlər sırf karbohidratlara, qreşka, düyünə oturub yeyərək arıqlayırlar. Amma nəzərə almaq lazımdır ki, karbohidratın sizin əsas verdiyi enerji mənbəyidir. Və müəyyən qədər faydası var, amma əlbəttə zülal məhsulları kimsə orqanizmimizə faydalı olmayacaq. Yəni ət, toyuq, filə və yaxud da müəyyən süd məhsulları qədər sizin orqanizmimizə faydalı olmayacaq. Hə, bir də onsuz da siz karbohidratdan aldığınız faydalıdır biz tərəfi. Tərəvəzlərdən, zaten meyvədən ala bilirsiniz. Hə, meyvə ümumiyyətlə ayrı mövzudur. Meyvə demə. Meyvədən danışdım. Bəzi hallarda görən deyirlər meyvəni də yeməyin. Yox, yiyin. Bomba kimidir. Ona görə də qida planınızı yığanda çalışın düzgün yığasınız maksimal dərəcədə.